Xəbər axşamı ikinci saatı ilə davam edir. Türk dövlətləri arasında enerji əməkdaşlığı regionun strateji inkişafında xüsusi yer tutur. Bu əməkdaşlıq təkcə neft və qazla məhdudlaşmır. Elektrik və bərpa olunan enerji sahələrini də əhatə edir. Son illərdə layihələr, o cümlədən Cənub qaz dəhlizi və TANAP ölkələr arası enerji axınını artırıb və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatı Enerji Nazirləri Şurasının 5-ci toplantısında da məhz bu mövzular müzakirə olunub. Biz də xəbər axşamında enerji əməkdaşlığının iqtisadi və texniki aspektlərini dəyərləndirəcəyik. Əlbəttə ki, mütəxəssislərlə studiyada qonağım iqtisadçı Samir Heydərovdur. Samir müəllim, xoş gəlmişsiniz. Xoş gördük Novruz bəy, çox sağ olun dəvət. Və həmçinin İstanbul Atlas Universitetindən enerji eksperti professor doktor Şenay Yalçın bizimlə canlı bağlantıdadır. Şenay bəy, yayıma qatıldığınız üçün təşəkkür edirəm. Ben teşekkür ederim. Tüm Azerbaycan kardeşlerime salam ederim. Çox təşəkkür edirəm, çox sağ olun. Elə biz danışdıq ki, İstanbulda Türk Dövlətləri Təşkilatının Enerji Nazirlərinin 5-ci zirvə toplantısı keçirildi. Elə bununla bağlı bir sujetimiz var. Əvvəlcə izləyək, daha sonra müzakirəmizi davam etdirəcəyik. İstanbulda Türk Dövlətləri Təşkilatının Enerji Nazirləri Şurasının 5-ci iclasında üzv və müşahidəçi ölkələrin enerji sahəsində əməkdaşlığının genişləndirilməsi, regional layihələrin irəlilədilməsi və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından yüksək səviyyəli nümayəndələr iştirak edib. İclasa çıxış edən Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov Türk Dövlətləri Təşkilatının inkişafının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını bildirib. Nazir qeyd edib ki, ötən il Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrlə ticarət dövriyyəsi 7,3 milyard dollara ötüb və ümumi dəyəri 20 milyard dollardan çox olan ortaq investisiya portfelinin təxminən 80%-i enerji sektoruna yönəlib. Onun sözlərinə görə ortaq investisiya fondları və enerji sahəsində çoxsaylı birgə layihələr ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və iqtisadi artıma mühüm töhfə verir. Şahbazov bildirib ki, ötən il və cari ilin yanvar-noyabr aylarında Bakı, Tiflis, Ceyhan neft boru kəməri vasitəsilə Azərbaycan, Qazaxıstan və Türkmənistana məxsus ümumilikdə 53 milyon ton neft Türkiyəyə və beynəlxalq bazarlara çatdırılıb. Eyni dövrdə Türkiyəyə 18,7 milyard kubmetr, Avropa ölkələrinə isə Türkiyə üzərindən 24,6 milyard kubmetr təbii qaz tədarük edilib. Nazir həmçinin Macaristana qaz ixracının bu il əvvəlki ilə müqayisədə 7 dəfədən çox artdığını vurğulayıb. Energetika naziri Azərbaycan, Türkiyə strateji enerji tərəfdaşlığının regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını, Bakı, Tiflis, Ceyhan neft boru kəməri, Bakı, Tiflis, Erzurum qaz boru kəməri, Trans-Anadolu təbii qaz boru kəməri və Cənub qaz koridoru kimi layihələrin bu əməkdaşlığı daha da genişləndirdiyini diqqətə çatdırıb. O, Iğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə verilməsinin, Türkiyə petrollərinin Şafaq Qaysiman layihəsinə qoşulmasının və bugünə qədər Suriyaya 366 milyon kubmetr təbii qaz çatdırılmasının strateji tərəfdaşlığın yeni nailiyyətləri olduğunu qeyd edib. Nazir Yaşıl enerji dəhlizinin Türk dövlətlərinin elektrik sistemlərini tarixdə ilk dəfə birləşdirəcəyini, Zəngəzur dəhlizinin isə bu axını Türkiyəyə yönəltməklə Orta Asiyaya Azərbaycan-Türkiyə enerji körpüsünü formalaşdıracağını bildirib. Toplantıda digər ölkələrin rəsmiləri də enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı mövqelərini bölüşüblər. Qazaxıstan Energetika Nazirinin müavini İlyas Bakıtjan yenilənə bilən enerji, alternativ mənbələr, nüvə təhlükəsizliyi, enerji qənaəti və rəqəmsal transformasiya kimi istiqamətlərdə orta müddətli əməkdaşlığı gücləndirilməsinin vacibliyini bildirib və təbii qaz, mayeləşdirilmiş təbii qaz bazarında ortaq layihələrin təşviqini təklif edib. Türk Dövlətləri Təşkilatının baş katibi Kubanişbek Ömraliyev elektrik ötürücü xətlərin yenilənməsi və interkonnektor sistemlərinin yaradılmasının regional enerji təhlükəsizliyinə ciddi töhfə verəcəyini vurğulayıb. Özbəkistan Energetika Naziri Curabek Mirza Mahmudov yaşıl enerji dəhlizinin genişləndirilməsinin əsas prioritet olduğunu, bu layihə vasitəsilə Avropaya bərpa olunan enerji ixracını hədəflədiklərini bildirib. Nazir həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid enerji bazarının yaradılmasının əhəmiyyətini qeyd edib. Şimali Kipr Türk Respublikasının Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu enerji əməkdaşlığının Türk dünyasının ortaq vizyonunu gücləndirdiyini və Şərqi Aralıq
dənizində gərginlik yaradan bir tərəfli addımlar əvəzinə iki tərəfli dialoqun vacibliyini vurğulayıb. Qırğızistan Energetika naziri Talaybey İbrayev yenilənə bilən enerji və yaşıl texnologiyalar üzrə regional mərkəzin yaradılmasının Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd edib. Macarıstan Xarici İşlər və Xarici Ticarət naziri Peter Sijarto enerji tədarükünün siyasi qərarlarla məhdudlaşdırılmasının təhlükəli nəticələr doğurduğunu deyib və Macarıstanın MOL şirkəti ilə Türkiyə petrolləri arasında əməkdaşlığın Qara dənizdə gələcək enerji layihələri üçün mühüm potensiala malik olduğunu bildirib. Tədbirin ev sahibi kimi çıxış edən Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türk dövlətlərinin ümumilikdə 2 trilyon dollarlıq iqtisadi gücə malik olduğunu, Xəzər dənizinin isə Türk dünyasının enerji birləşdiricinə çevrilməli olduğunu deyib. O, yaşıl enerji dəhlizinin reallaşdırılmasının enerji inteqrasiyasını gücləndirəcəyini, Xəzərdən keçəcək yeni qaz boru kəmərinin həyata keçirilməsi üçün artıq konkret addımlar atıldığını və Trans-Anadolu təbii qaz boru kəmərinin bu prosesdə əsas rol oynadığını bildirib. Nazir həmçinin Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin gündə 600-700 min barel ötürmə gücü ilə qlobal enerji sabitliyinə böyük təsir göstərdiyini qeyd edib və Türk Dövlətləri Təşkilatı çərçivəsində mədən sənayesi üzrə ayrıca nazirlər mexanizminin yaradılmasını təklif edib. Bəli, Türk dövlətləri arasında enerji sahəsində işbirliyi əslində çox geniş bir ərazini əhatə eləyir. Əslində onunla bağlı bir kiçik qrafik təsvirimiz də var. İstərdim elə əvvəlcə ondan başlayaq. Region üzrə enerji layihələri və əməkdaşlıq nümunələrini indi sizin ekrana gətirəcəyik. Bunlar hansılardır? Bakı, Tiflis, Ceyhan neft ixracı üçün əsas boru kəməri, Bakı, Tiflis, Ərzurum qaz nəqli, Trans-Anadolu təbii qaz boru kəməri, TANAP, qazın Türkiyə və Avropaya nəqli üçün, Cənub qaz dəhlizi, Xəzər qazının Avropaya ötürülməsi, həmçinin Iğdır-Naxçıvan qaz kəməri regional enerji əlaqələri baxımından əhəmiyyətlidir, Şəfəq-Asiman layihəsi, Türkiyə petrolləri ilə birgə neft layihəsidir bu da. Yaşıl enerji Türk dövlətlərinin elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutur və təbii ki, bərpa olunan enerjinin ixracı, bunlar da prioritet istiqamətlərdən biridir və bugün xəbər axşamında bunu müzakirə edəcəyik. Əvvəlcə istərdim elə müzakirəmizə hazırda bizimlə Türkiyədən canlı bağlantıda olan professor doktor Şenay Yalçınla başlayaq. Şenay müəllim, necə dəyərləndirirsiniz? TANAP olsun, Bakı, Tiflis, Ceyhan kimi ümumiyyətlə layihələr olsun. İqtisadi inkişaf üçün nə qədər strateji əhəmiyyət daşıyır? Şimdi İstanbul'da en son gerçekleşen Türk Devletleri Teşkilatı Enerji Bakanlarının toplantısı çok önemli konuları ele aldı. Bunları genel hatlarıyla söyleyecek olursak ve daha sonra bunların üzerinde konuşma imkanı belki daha iyi olabilir. Neydi bunlar? Bir kere stratejik önceliklerimizi belirleyelim dediler. Altyapı geliştirme, Türk dünyasının enerji piyasalarını oluşturmak. Başka husus, enerji teknolojilerinde deneyim paylaşımı yapmak, sahip olunan enerji teknolojilerini ortak kullanmak, yeşil enerji koridoru oluşturmak, Zengezur koridorunu hayata geçirmek için çalışma yapmak, enerjide dijital sistemlerin geliştirilmesi, yapay zekanın işin içerisine girmesi, stratejik enerji ortaklıklarının kurulması, bunlarla konuşuldu. Enerji güvenliği konuşuldu. İklim değişikliği ve çevre etkilerinin ele alınması söz konusu. Kritik stratejik elementler, madenler, yani nadir toprak elementleri dediğimiz bunlarla ilgili konular konuşuldu. Enerji lojistiği konuşuldu özellikle. Biraz önceki açıklamalarda bunu net olarak gördük. Ve nükleer enerjide yapılabilecek işler konuşuldu. Ana hatlarıyla bunlar ele alındı. Ve bunlar üzerinde de tabii görüş bildirdiler. Her bakan görüşünü bildirdi. Burada şunu gördük. Bütün Türk devletleri işbirliği için hazır
ve hep iyi niyetle teklifler getirdiler. Bu çok önemli. Biliyorsunuz Novruz Bey, şimdi bir yere tohum ekip bunun meyvesini almak istiyorsanız siz tohum ektiniz. Önce bir mümbit arazi lazım. Yani o tohumun yetişeceği, hayat bulacağı bir arazi lazım. Şu anda Türk Devletleri Teşkilatı kurulmakla bu arazi oluşturuldu. Artık tohum ekilmeye başlandı her alanda. Tabii bu tohumun bakımı lazım, sulanması, ihtimamla büyütülmesi, ondan sonra meyveye duruyor. Artık fidan büyüyor, ektiğimiz tohum filizlenmeye başladı. İnşallah yakın zamanda da meyvelerini göreceğiz. Bu Türk dünyası için çok çok önemli. O bakımdan yani konuları anlattım, konuları belki şimdi yavaş yavaş ilerleyen zamanda da sordukça biz size cevap vereceğiz. Sadece bu toplantılarda beşincisi düzenlendi bu toplantının. Şu eksikti benim gördüğüm. Enerji eğitimiyle ilgili bir husus görüşülmedi. Halbuki ne olursa olsun, neye sahip olursanız olun, özellikle iyi yetişmiş insan gücüne ihtiyacınız var. Çünkü her şeyi yapıp beceren eden insan sonuçta. Elbette. Onun için önce insana yatırım çok önemli. Bu konunun mutlaka bundan sonraki toplantılarda ele alınması gerekiyor. Teklif etmemiz gerekiyor. Enerji alanında eğitim çok çok önemli. Belki de bunun nasıl olması gerektiği hususunda ilerleyen zamanda sorunuz olursa ben mutlaka cevap vermeye çalışacağım. Təbii ki, bu əslində mühüm məsələlər daxildir. Bu qeyd etdiyiniz kimi görüşdə, toplantıda. İrəliyən dəqiqələrdə yenidən təbii ki, bu detalları sizinlə dəyərləndirəcəyik. Bu məqamda həm də bunun iqtisadi təbii ki, tərəfləri də var. Samir müəllim, istəyirəm indi iqtisadi cəhətdən qiymətləndirək ki, ümumiyyətlə bu layihələrin reallaşması iqtisadi böyüməyə hansı töhfəni verəcək? Əslində kifayət qədər böyük bir ərazidən, potensiala malik ərazidən söhbət gedir. Türk Dövlətləri Təşkilatı. Məhəmməddən rica eləyəcəm. Bir qrafik təsvirimiz də var. S1, zəhmət olmasa onu da ekrana gətirərdik. Baxın, əvvəlcə sizin fikrinizi almadan öncə, baxın, Türk Dövlətləri Enerji Əməkdaşlığı statistik baxış var burada. Samir müəllim, əvvəlcə istərdim bir neçə hissəyə diqqət yetirək. Məsələn, Türk Dövlətləri ölkələrinin ümumi iqtisadi gücü 2 trilyon ABŞ dolları civarında qiymətləndirilir. Bu, üzv ölkələrin iqtisadi böyüklüyünü göstərir. Üzv ölkələrin ümumi əhalisi 180 milyon enerji istehlakı və bazar potensialı təbii ki burada. Üzv ölkələrin ümumi ərazisi, yəni regionun coğrafi əhatəsi 4,5 milyon kvadrat kilometr. Dünya təbii qaz ehtiyatlarının payının 10%-ni əhatə edir. Əslində kifayət qədər böyük rəqəmlərdən söhbət gedir və Xəzər, Orta Asiya qaz potensialında. Həmçinin Bakı, Tiflis, Ceyhan boru kəməri ilə Azərbaycan, Qazaxıstan və Türkmənistan neft ixracı bu 53 milyon ton olub. Söhbət gedir 2024-cü ilin yanvar-noyabr ayları periyodundan gedir və Türkiyəyə təbii qaz tədarükü, bu da yəni Türkiyəyə çatdırılan qazın həcmi isə 18,7 milyard kub metr təşkil edib. Həmçinin Avropaya təbii qaz tədarükü, bu da təbii ki qardaş Türkiyə üzərindən 24,6 milyard kub metr. Və digər əslində Prezident İlham Əliyev də bu yaxınlarda açıqlamasında bildirdi ki, artıq Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb. Kifayət qədər böyük əslində rəqəmdir və bu rəqəm də artmaqda davam edir. Bakı, Tiflis, Ceyhan boru kəməri gündəlik ötürmə həcmi 600-700 min bareldir. Bu Azərbaycan və region neftinin dünyaya bazarına çıxarılmasında mühüm əhəmiyyət daşıyır və ortaq investisiya portfeli 20 milyard Amerika Birləşmiş Ştatları dolları, yəni TDT ölkələri arasında investisiyanın 80%-i enerji sahəsindədir və təbii ki, həm Azərbaycan üçün, həm də Türk Dövlətləri Təşkilatı üçün prioritet olan yaşıl enerji dəhlizi, hansı ki, az öncə
Şenay hocamız da vurğuladı. Regional elektrik şəbəkələrinin birləşdirilməsi, bu da Orta Asiya, Azərbaycan, Türkiyə enerji körpüsündə xüsusi rol oynayacaq. Bax, elə Samir müəllim, bu rəqəmlərdən yola çıxaraq iqtisadi cəhətdən hansı böyümə ilə nəticələnəcək? Təşəkkür edirəm Novruz bəy, həm dəvətinizə görə, həm suala görə. Doğrudan da qarşımıza çox möhtəşəm bir resurs xəritəsi çıxmaqdadır. Bu resurs təbii ki, böyük dövlətlərin diqqət mərkəzində olan bir resursdur. Qeyd etdiyiniz kimi, burada dünya təbii qaz ehtiyatlarının 10%-i Xəzər və Orta Asiya qaz potensialı bölgəsinin payına düşür. Mən hətta bəzi mənbələrdə bu payın daha çox olduğunun şahidi olmuşam. İstənilən halda Türk Dövlətləri Təşkilatı və bu inteqrasiya zərurətdən irəli gəlir. Çünki enerji təhlükəsizliyi, enerjinin varlığı istənilən dövlətin iqtisadiyyatının bazasını təşkil edir. Biz zaman-zaman inkişaf etmiş ölkələrin ucuz enerjiyə çıxış əldə etmək üçün hər zaman beynəlxalq hüquqi normativ aktları izləmədiyinin şahidi olmuşuq. Bəli. Müxtəlif siyasətlər, geopolitik turbulentlərin baş verməsinin şahidi olmuşuq. Biz bu Ərəb Baharı nəticəsində neft və qazla zəngin olan dövlətlərin hökumətlərinin ortadan qalxdığını, onlarda böyük bir qarmaşalığın baş verdiyini şahidi olmuşuq. Ona görə belə bir enerji ilə zəngin olan bir ərazinin inteqrasiyaya gedərək və hətta ortaq etnik kimliyi də bu inteqrasiyaya manidar edir və öz resurslarını, öz xalqlarının, öz millətlərinin maraqları istiqamətində istifadə edə bilmələri fövqəladə əhəmiyyətlidir. Təbii ki, Türk Dövlətləri Təşkilatı yeni bir geopolitik mərkəzdir və bu geopolitik mərkəzdə təbii ki, qardaş Türkiyənin də iştirakı bu geopolitik mərkəzi daha da gücləndirir və bu həm Mərkəzi Asiya respublikaları, həm Azərbaycan öz enerji resurslarını qardaş Türkiyə üzərindən Avropa bazarlarına çıxarda bilir və eyni zamanda bu təşkilat daxilindəki inteqrasiya, iqtisadi inteqrasiya təbii ki, bu mərkəzi daha da gücləndirəcəkdir, respublikalar arasındakı iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcəkdir. Biz bilirik ki, Çin və Avropa arasındakı orta dəhliz Türk coğrafiyasından keçir. Çin Xalq Respublikası iqtisadi olaraq böyüyən bir iqtisadiyyatdır. Avropa eyni zamanda və bunlar arasındakı iqtisadi əlaqə son zamanlar Amerika Birləşmiş Ştatları, Çin arasındakı ticarət əlaqələrini geridə qoymuşdur. Və Çin orta dəhlizdə maraqlıdır. Çünki bu coğrafiya Anglo-Sakson birliyinin nəzarətində olmayacaqdır və Çin öz maraqları doğrultusunda bu əlaqəni yarada biləcəkdir. Və bu baxımdan həm də burada iştirak edən ölkələrin ekonomisinə də, iqtisadiyyatına da bu fayda verəcəkdir. Təbii ki, bu orta dəhliz zəruri olması həm məsafənin qısalığı, eyni zamanda Rusiya-Ukrayna müharibəsi səbəbilə onun alternativ bir marşrut olmasını ortaya qoymuşdur. Burada eyni zamanda bərpa olunan enerji potensialını biz qeyd etməliyik. Mərkəzi Asiya respublikalarının, Türk Cumhuriyyətlərinin çox böyük bərpa olunan enerji potensialı vardır. COP29 konferansında Cənab Prezident İlham Əliyev, Qazaxıstan Prezidenti Tokayev, Özbəkistan Prezidenti Mirziyoyev arasında üstərəfli bağlanan sazişə əsasən Orta Asiya bərpa olunan enerjisi Azərbaycan üzərindən, Türkiyə üzərindən Avropa bazarlarına çatdırılacaqdır. Bunun özü də böyük bir imkanlar tanıyır və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanı daha da dərinləşdirəcəkdir. Həqiqətən sizin də qeyd etdiyiniz kimi, hörmətli qonağımız Şenol bəyin də qeyd etdiyimiz kimi, böyük bir ərazi var. Artıq biz öz bəhrəmizi götürmək üçün münbit bir şərait yaranmışdır və bu iqtisadi ekonomik birlik imkan verəcəkdir ki, Türk Respublikaları, o cümlədən Azərbaycan, qardaş Türkiyə ilə birlikdə öz iqtisadi artımını, davamlılığını təmin edə bilsinlər.
Şenay müəllim, Azərbaycan qazı Türkiyə üzərindən qeyd etdiyimiz kimi Avropaya çatır və bu strateji çox önəm daşıyır əslində. Xüsusilə hazırki bir dönəmdə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Avropanın Rusiya qazından imtina etməyə çalışdığı bir dönəmdə. Hazırki gələcək perspektivdə siz necə qiymətləndirirsiniz? Hansı daha yeni istiqamətlər formalaşa bilər? Şimdi uluslararası ilişkilerde en önemli rol oynayan unsurlardan bir tanesi enerji. Enerjinin konuşulmadığı bir gün yok. Ve uluslararası ilişkilerde de barış sağlanma noktasında da enerji başrol oynar. Rusya-Ukrayna savaşı sırasında gördük ki yeni bir paradigma değişikliği yapıldı. Öyle bir hal almıştı ki Avrupa %50'den fazla doğalgazda, %70 civarında petrolde Rusya'ya bağımlıydı. Kömür de keza öyle. Bunu fark edince batılı ülkeler yeni bir strateji yaptılar. Yani Ukrayna-Rusya savaşının sebeplerinden birisi de buydu aslında. Amerika'nın dizaynıyla. Şimdi yeni gelinen noktada Avrupa Rusya olan bağımlılığını sıfırlamak istiyor. Yani eski ilişkiler bir daha tesis edilemeyecek. Durum onu gösteriyor. Dolayısıyla bu yeni fırsatlar doğurdu ve Türkiye'nin Asya, Afrika ve Avrupa arasında geçiş yeri, kilit noktası olması stratejik, jeostratejik üstünlüğü nedeniyle Avrupa'nın enerjisi, ihtiyaç duyduğu enerjiyi güvenilir bir şekilde, sürdürülebilir bir yapıda sağlayabilmesi için Orta Asya Türk devletlerinin ve Azerbaycan'ın dahil olduğu bir sistem içerisinde Türkiye geçişli olarak Avrupa'ya taşınması söz konusu. Bu birinci planda öne çıktı. Daha önce Nabucco projesi vardı. O çöp oldu. Çünkü Türkiye, Azerbaycan çok iyi bir adım atarak TANAP'ı oluşturdu. Ve Nabucco'nun asıl yapmak istediği şeyi de yapmaya başladı. Şu anda biliyorsunuz Avrupa'ya artık Azerbaycan gazı ulaşmaya başladı. Keza Türkmenistan gazı swap projeleriyle ulaştırılıyor. Burada gelecek çok aydınlık görünüyor, çok parlak görünüyor. Bütün mesele bu Türk Devletleri Teşkilatı olan üyeler ve hatta komşu üyeleri de sayabiliriz. Bir arada dik durmaları, yani birbirlerine destek verip aynı söylemleri ifade etmeleri, paylaşım yapmaları çok çok önemli, çok hayati. Çünkü ülkeler enerjide bağımsız olmak istiyor. Avrupa'da enerji yok. Onun için de yeni bir paradigmaya daha değiştirdiler. Nükleere yatırım yapmaya başladılar. Daha önce nükleer yatırımını askıya alan ülkeler tekrar nükleere yatırım yapmaya başladı. Öte taraftan kömür santrallerini devreye almaya başladılar. Çünkü olmayan enerji en pahalı enerjidir. Şimdi bir tarafta Türk devletlerinde biraz önce siz de anlattınız. Büyük bir zenginlik var. Fosil kaynakların da bir sınır var. 2040-2050 yıllarında aslında bugünkü önemini korumayacak. Bir an önce bunların geçiş enerjisi olarak kullanılması, yeni enerji teknolojileri devreye alınacağı kadar ve kullanılması gerekiyor. Avrupa'nın da buna ihtiyacı var. Bir tarafta kaynak var, bir tarafta da almak isteyen ülkeler var ama bunu arz güvenliği içerisinde almak istiyorlar. Yani sağlam, güvenilir bir kaynaktan temin etmek istiyorlar. İşte onlar da Türk devletleri. Bu zirveler, bu enerji bakanlarının her sene toplanmaları, belki senede birkaç defa daha toplanacaklar. Bundan sonra çok iyi adım atmaları, hele yani 30 yıldır hep gündemde olan pazar geçişli boru hattının, yani gaz kemerinin yapılması
çok daha bu bahsettiğim hususta güvenilir arz güvenliğini sağlayan bir adım olacak. Bu husus tüm Türk devletlerinin kalkınmasına, refahına da etki edecek. Tabii Avrupa ile ilişkilerinde daha iyi bir zeminde seyretmesine neden olacak. Hazar deyince ben izninizle bir durumdan söz edeyim size. Belki dinleyicilerimiz de birazcık daha farklı boyutta dinlerler. Biliyorsunuz Türkiye'den doğup Hazar Denizi'ne akan Aras Nehri var. Bu Aras Nehri ile ilgili ben Erzurumluyum. Çok yakınız ve bizim köyün şivesi aynen Azerbaycanlı kardeşlerimin şivesiyle aynıdır. Bəli. Bu Erzurum'da bir bar şiiri vardır. O şiirin bir dörtlüğünde şöyle der. Aman Aras, can Aras, Bingöl'den kalkan Aras, al başımdan sevdayı, Hazar'da çalkan Aras. Burada Türk dünyasının birleşme sevdası vardır. Yani Hazar Denizi Türk devletlerini ayrıştıran değil, birleştiren bir deniz olması gerekiyor. Onun için bu doğalgaz, Hazar geçişli doğalgaz boru hattının yapılması fevkalade önemli, hayati öneme sahip. Öte taraftan Türkiye enerji teknolojilerinde çok büyük adımlar attı. Yerli ve milli sistemler geliştirdi. Onun için bu imkanların kullanılması, paylaşılması kardeş devletlerimizle, onların imkanlarını da bizimle paylaşması sonucunda Türk dünyası, Türk Devletleri Teşkilatı gelecekte başka bir güç olarak çıkacak. Nasıl ki Amerika var, işte Çin var, Rusya var, Avrupa Birliği şöyle böyle bazen beraber hareket ediyor, bazen değil ama dördüncü güç olarak Türk Devletleri Teşkilatı dünyada çok farklı yer edecek. Çünkü 21. yüzyıl Türk yüzyılı olacak. Ve önümüzdeki dönemlerde biz belki belli bir kuşak göremesek bile şu anda çocuklarımız, sorunlarımız bunu görecekler inşallah. Bəli, çox önəmli bir məsələyə toxundunuz əslində. Şenay müəllimin də qeyd etdiyi kimi, Samir müəllim, dördüncü bir mühüm güc əslində Türk dövlətləri olacaq. Siz az öncə də vurğuladınız, bir Amerika var, bir Çin var və əslində böyük bir enerji potensialına malik Türk dövlətləri ölkələrinin belə bir məqamda enerji əməkdaşlığı, yəni qlobal enerji bazarında onların rəqabət qabiliyyətliyinə necə təsir eləyəcək? Çox önəmli bir məsələyə toxundu hörmətli qonağımız Şənay bəy. Avropa Birliği'nin 7 ölkəsi qərara gəlib ki, 2027-ci ilə qədər Rusiyadan ithal edilən şişli, deməli, sıxılmış təbii qazı da sıfır səviyyəsinə endirsin. Yəni onlar ümumiyyətlə Rus qazından imtina etmək istəyirlər və bununla bağlı Slovakiya və Macaristan Avropa məhkəməsində bu məsələni mübahisələndirib. Çünki onlarda Sovetlər dövründən qalma o qaz infrastrukturu var və bilirsiniz də Macaristan və Slovakiya müstəqil siyasət aparır və sırf iqtisadi səbəblərə görə hələ də Rus qazını ithal edirlər. Bizim Türkiyə qardaş ölkə də Rus qazını ithal edir. Çünki o ucuzdur Amerikan qazından, Amerikan sıxılmış qazından, həm də Amerika okeanı o tərəfindən gətirir. Və burada aktuallaşır Avropa üçün alternativ marşrutlar. Burada təbii ki, dünyada təbii qaz yatağına görə 5-ci yerdə olan Türkmənistan ağla gəlir. Türkmənistan illik 77,6 milyard kubometr təbii qaz istehsal edir və onun 40 milyard kubometrini Çin Xalq Respublikasına ixrac edir. 37,6 milyard kubometrini isə Rusiya və daxili istehlaka yönəldir. Türkmənistan təbii qazını Çin Xalq Respublikasına 190-240 dollara ixrac edir, 1000 kubometrini. Yəni bu da Avropa qiymətlərindən çox aşağıdır. Və biz dəfələrlə görmüşük Türkmənistanın da siyasi rəhbərliyinin onlar Avropa bazarlarına təbii qaz çıxartmaqda maraqlıdırlar. Onlar da baha bazara çıxmaq istəyirlər. Avropada 450 dollar olur, avroya olur və s. Hətta yuxarı da qalxa bilir. Amma bunu təbii ki, Türkmənistan etməlidir. Çünki
bizim Tanap boru kəmərimiz Azərbaycan qazı ilə doludur. Azərbaycanın siyasi dəstəyi var, amma bu boru kəməri çəkmək özünüz bilirsiniz də müəyyən bir maliyyə vəsaiti tələb edir və o Xəzərin şərq sahillərindən qərb sahillərinə 300 kilometrdir Türkmənistanın portundan Bakıya. Yəni bunu Türkmənistan təbrik etməlidir. Bizim hörmətli baş nazirimiz də bu günlərdə Türkmənistanda səfərdədir. Bəli. Yəni bu danışıqlar gedir, bu razılaşma var. Bu həm qardaş Türkiyənin Sayın Ərdoğan da buna mövqeyi müsbətdir, həm Azərbaycanın, həm Türkiyə. Sadəcə burada real olaraq hələ ki bu istiqamətdə bir iş görülmür, amma ümidvarıq ki, gələcəkdə bu istiqamətdə də bu iş görülər. Çünki buna artıq Avropa bazarından da maraq var. Türk Dövlətləri Təşkilatının 5-ci enerji konfransında bu bəyanatın səslənməsi, bu investorlara da siqnaldır ki, Türk Dövlətləri Təşkilatının bu istiqamətdə marağı var və bu uzaq perspektivə hesablanmış bir bəyanatdır və bu istiqamətdə təbii ki, Türk Dövlətləri Təşkilatı iş görmək istəyir. Çünki Avropa Birliyində bu məsələ zəruri məsələlərdən biridir. O ki, qaldı sizin qeyd etdiyiniz kimi dünya enerji bazarındakı vəziyyət, dünya enerji bazarında özünüz bildiyiniz kimi Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası Donald Trump, özünüz bilirsiniz ki, onun tutumu dünya enerji bazarında qiymətləri endirməyə yönəlikdir və o bu istiqamətdə müəyyən işlər görür. Amma biz onu da bilirik ki, baxmayaraq ki, tutaq ki, dünya enerji bazarında neftin qiyməti aşağı düşür və s. Amma müəyyən bir hədd var ki, o həddən çox aşağı düşə bilməz. Həm şisti neft və qazın maya dəyəri məsələsi var, həm də OPEC Plusun razılığı olmalıdır. Yəni ki, Rusiyadan söhbət gedir. Yəni bu baxımdan 60 dolların çox aşağısında olacağını düşünmürəm və Avropa Birliyi də təbii ki, alternativ marşrutlarda maraqlıdır və bu da imkan verir ki, Türk Dövlətləri Təşkilatı bu istiqamətdə işini daha da genişləndirsin. Təbii ki, bunun qarşısında maneələr olacaq. Çünki bilirsiniz ki, Xəzərin hüquqi statusu 2018-ci ildə 5 ölkənin iştirakı ilə konvensiya imzalanıb, sahilyanı ölkələr. Orada konvensiyaya görə Xəzərin dibi, materikə bitişik hissəsi 15 mil ərazisində, deməli, bu da 24 kilometr edir. Proyekt həyata keçirdə bilərlər. Amma o arada bir məsafə qalır. O neytral zonadır. O neytral zonanın məsələsi var. Yəni ki, burada təbii ki, Rusiya və İran dövrəyə girə bilər və burada təbii ki, bir qədər geopolitik vəziyyət nəzərə alınacaq. Amma təbii ki, mən hesab edirəm ki, ümidvaram ki, bu məsələ həll oluna bilər. Amma konkret olaraq siz burada da göstərmişsiniz, 53 milyon ton Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Azərbaycan, Qazaxıstan, Türkmənistan nefti də göndərilmişdir. Siz bilirsiniz ki, Ukraynanın dronları Kaspiyski neft ötürmə infrastrukturunu dağıdıblar. Bu da Qazaxıstanı məcbur edir ki, Bakı-Tbilisi ilə ötürüləcək neftin həcmini artırsın. Dekabr ayında onlar 60 min ton neft göndərmək istəyirlər. Çünki Qazaxıstanın neft ixracatı 10% aşağı düşüb. Qazaxıstan sutkalıq 2 milyon barel neft ixrac edir. 272 min barel azalma qeydə alınıb. Çünki o Rusiya ərazisindəki priçalın birini Ukrayna dronları dağıdıb. Orada 2 priçal var. Və ona görə bunun təmiri böyük bir vaxt aparır. Ona görə onlar qərara gəliblər ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə göndərsinlər. Digər layihələr də var. Qeyd etdiyim kimi yaşıl enerji, yəni bu da çox böyük bir məsələdir. Bəli. Elə yaşıl enerjidən danışmışkən mən istərdim indi Şənay müəllim elə yaşıl enerji məsələsinə toxunaq. Siz az öncə də vurğuladınız ki, məhz Xəzər dənizi əslində Türk dünyasının ayrılmasına deyil, birləşməsinə nail olmalı Xəzər vasitəsilə. Elə toplantıda da bu Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar da belə bir çağırış eləmişdi və Orta Asiyada istehsal olunan təmiz elektrik enerjisinin Xəzər dənizinin qərbinə daşınması üçün yaşıl enerji koridorunun əhəmiyyətinə toxundu. Şənay hocam, siz həm də Türkiyənin ilk enerji sistemləri mühəndisliyin quran şəxslərdən də birisiniz. Mən istərdim burada buna bir izah verəsiniz. Yaşıl enerji koridoru
necə işləyəcək və bunun əhəmiyyəti nədir? Şimdi devletler enerji mimarisini kurarken bütün hani yumurtaları tek sepete koymama gibi alternatif enerji kaynaklarını da enerji mimarisine dahil ediyorlar. Ve bu toplantıda da dile getirildiği üzere iklim değişikliği ve çevre etkileri dikkate alınarak mümkün olduğu kadar daha az karbon etrafa salan enerji sistemlerini hayata geçirmeye başladılar. Başlangıçta verimlilik açısından fazla iyi değildi, ekonomik değildi ama enerji teknolojileri iyice geliştikten sonra şu anda hala da devam ediyor. Hem güneş enerjisi, hem rüzgar enerjisi, hem de hidrolik enerji, jeotermal enerji alanında daha verimli sonuçlar alınabiliyor. Enerji kaynakları her devlete adil, eşit dağıtılmış değil. Bazılarında petrol fazla, bazılarında doğalgaz fazla, bazılarında kömür fazla, bazılarında su gücü fazla. Dolayısıyla Türk Devletleri Teşkilatı üyelerini dikkate aldığımız zaman her bir ülkenin kendine ait güzellikleri, kendine ait enerji potansiyelleri var. Şimdi bu enerji dönüşümü çerçevesinde Türkiye'de de çok ciddi çalışmalar var. Türkiye'nin şu anda 130 bin megawatt güçlük bir kurulu gücü var. Bunun %70'e yakını, %68'i yenilenebilir enerji üreten santrallar, sistemler. Ve yine 2053 hedeflerinde de mümkün kadar sıfır karbon dışarıya salan enerji sistemlerine sahip olmak istiyor. Dünya, tabii ki Türk devletlerinin tümü de öyle. Onun için de sadece fosil kaynaklara bel bağlamak doğru değil. Yenilenebilir enerji, bir de birazcık bahsetmiştim. Nükleer enerjiye de artık Türkiye çok ciddi sarılmaya başladı. Türk devletlerinin tamamına da bu tecrübeyi taşımak lazım. Onların da mutlaka nükleerde de temiz enerji, nükleer enerji üretimi de artık. Dolayısıyla bu elde edilen enerjinin Avrupa'ya, yine başka ülkelere interkonnekte sistemlerle, enerji taşıma hatlarıyla ulaştırılması gerekiyor. Bu 5. toplantıda da, bakanlar toplantısında da bu konu gündeme geldi. Türkiye bunu çok çok önemsiyor. Bunun için de en kısa zamanda daha önce biliyorsunuz 3 devlet arasında kurulmuştu. Özbekistan, Kazakistan, Azerbaycan arasında. Şimdi Kırgızistan ve Türkiye'de bu yeşil koridora üye olma istediklerini söylediler ve bu da çok kısa bir zamanda, birkaç hafta içerisinde netleşecektir. Dolayısıyla orada elde edecek yenilebilir enerji miktarının Avrupa'ya ve diğer ihtiyacı olan ülkelere, sadece Avrupa olarak düşünmeyelim, sevki söz konusu. Bu da çok önemli ekonomik girdi sağlayacak. Bir de Türkiye'nin bu konuda sahip olduğu enerji teknolojilerinde oraya taşınması bakımından çok önemli bir adım olacak. Çox təşəkkür edirəm Şənay müəllim, yayıma qatıldığınız üçün və fikirləriniz, şərhiniz üçün, dəyərləndirməniz üçün çox sağ olun. Ben de Samir Bey'e, size çok selam ediyorum. Azerbaycanlı kardeşlerime selam ediyorum. Selam olsun Koşnebi'nin diyarına. Çox təşəkkür edirəm. Bəli, Samir müəllim, sizə də təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün və şərhiniz üçün. Bəli, xəbər axşamında bugün biz Türk Dövlətləri Təşkilatının enerji əməkdaşlığı potensialını dəyərləndirdik. Studiyada qonağım iqtisadçı ekspert Samir Heydərov idi. Həmçinin İstanbul Atlas Universitetindən enerji eksperti professor doktor Şenay Yalçın da bizimlə canlı bağlantıdaydı. Xəbər axşamı bugünün işini yekunlaşdırır. Sabah saat 20-də ən son xəbərlərlə qarşınızda olacağıq.